Salam, dəyərli izləyicilərim və hörmətli pensiyaçılarımız. Bugün sizə həqiqətən də təcili və son dərəcə vacib bir məlumat çatdırmaq üçün qarşınızdayam. Bilirəm ki, çox vaxt belə başlıqlar görürsünüz. Amma inanın mənə, bu dəfəki mesaj sizin hər birinizə, istisnasız olaraq hər bir pensiyaya çıxmış və ya pensiya almağa hazırlaşan vətəndaşımıza aiddir. Əgər bu məlumatı diqqətlə dinləməsəniz və lazımi addımları atmasanız, ciddi maliyyə problemləri ilə üzləşə bilərsiniz. Pensiyanızın kəsilməsi, gecikməsi və ya ümumiyyətlə alınmaması riski var. Ona görə də xahiş edirəm, bu videonu axıra qədər diqqətlə izləyin, hər bir detalı yadda saxlayın. Videoya başlamazdan əvvəl kanalıma abunə olmağı və bu videonu bəyənməyi unutmayın ki, bu vacib məlumat daha çox insana çatsın və heç kim zərər görməsin. İndi isə keçək əsas məsələyə. Problemin əsası. Əvvəllər necə idi və indi nə dəyişib? Biz hamımız bilirik ki, həyatımızda hər şey sürətlə rəqəmsallaşır. Dövlət qurumları da bu prosesdən kənarda qalmır. Pensiya fondu da illərdir ki, xidmətlərini təkmilləşdirmək, daha şəffaf və sürətli etmək üçün müəyyən addımlar atır. Əvvəllər bəzi yaşlı nəsil pensiyaçılarımızın da yaxşı xatırladığı kimi sənədlər əllə yazılır, ərizələr kağız üzərində təqdim edilir, bəzən aylarla növbələrdə durmaq lazım gəlirdi. Məlumat mübadiləsi əsasən poçt vasitəsilə və ya şəxsi müraciətlər zamanı həyata keçirilirdi. Pensiyaçılar haqqında məlumatlar bir neçə ildən bir və ya hər hansı ciddi dəyişiklik olanda yenilənirdi. Məsələn, bir pensiyaçı yaşadığı ünvanı dəyişəndə, əlavə gəlir əldə etməyə başlayanda və ya başqa bir səbəbdən pensiyasına təsir edə biləcəyi bir hadisə baş verəndə, bu barədə pensiya fonduna mütləq şəkildə özü məlumat verməli idi. Bu, adətən fondun yerli şöbəsinə gedərək ərizə yazmaq və lazımi sənədləri təqdim etməklə baş verirdi. Bu proses həm vətəndaşlar üçün əlavə vaxt itkisi, həm də fond üçün böyük bir inzibati yük idi. Bütün bunlar təbii ki, müəyyən gecikmələrə, bəzən isə yanlışlıqlara səbəb ola bilirdi. Məlumatların güncəlliyi bəzən sual altında qalırdı. Bəs indi nə dəyişib? Pensiya fondu rəqəmsal transformasiyanın növbəti mərhələsinə keçdiyini elan edib və bu çərçivədə bütün pensiyaçılardan müəyyən bir proseduru yerinə yetirməyi tələb edir. Bu, fondun məlumat bazalarındakı məlumatların aktuallığını təmin etmək, sui-istifadə halların qarşısını almaq, pensiya ödənişlərinin ünvanlılığını və dəqiqliyini artırmaq məqsədi daşıyan bir addımdır. Əsas dəyişiklik ondan ibarətdir ki, artıq hər bir pensiyaçı öz elektron kabinet vasitəsilə və ya digər rəqəmsal kanallar üzərindən mütəmadi olaraq öz məlumatlarını təsdiqləməli və ya yeniləməlidir. Bu təsdiqləmə proseduru vaxtaşırı, məsələn, ildə bir dəfə və ya pensiya fondunun xüsusi bildirişləri əsasında həyata keçirilməlidir. Bu, əvvəlki sistemdən fərqli olaraq pasiv gözləməkdənsə aktiv iştirak tələb edir. Ən vacibi isə odur ki, bu yeni tələbə əməl etməmək, yəni məlumatlarınızı təsdiqləməmək və ya yeniləməmək, pensiya ödənişlərinizin müvəqqəti dayandırılmasına səbəb ola bilər. Bəli, düz eşitdiniz. Bu, sizin pensiyanızın dayandırılmasına gətirib çıxara biləcəyi bir məsələdir. Məhz buna görə də bu məlumat təcili və kritikdir. Əsas hissə 1. Ətraflı izahat. Nəyi bilmək lazımdır? Kim narahat olmalı, kim narahat olmamalıdır? İlk növbədə bilməlisiniz ki, pensiya fondu bu yeniliyi tətbiq etməkdə pensiyaçıların şəxsi məlumatlarının aktuallığını təmin etmək istəyir. Təsəvvür edin ki, 10 minlərlə, 100 minlərlə pensiyaçı var və onların hər birinin həyatında müxtəlif dəyişikliklər baş verir. Yaşayış yerləri dəyişir, telefon nömrələri dəyişir, bank kartları müddətini bitirir. Bəziləri ölkədən kənara köçür, bəziləri vəfat edir. Amma fondun bazasında məlumatlar yenilənmir. Bu cür hallar pensiya fonduna ciddi maliyyə ziyan vurur və həm də sistemin effektivliyini aşağı salır. Yeni tələb tam olaraq bu cür halların qarşısını almaq və pensiya ödənişlərini həqiqətən də haqq edən şəxslərə vaxtında çatdırmaq üçündür. Və siz nəyi bilməlisiniz? Siz bilməlisiniz ki, pensiya fondu sizdən vaxtaşırı olaraq əsasən öz rəqəmsal platformaları vasitəsilə statusunuzu təsdiqləməyi, yəni hələ də pensiya almaq hüququnuzun olduğunu bildirməyi tələb edəcək.
Bu, sizin şəxsiyyət vəsiqənizdəki məlumatlarla fondun bazasındakı məlumatların uyğunluğunu yoxlamaq, sizin hələ də sağ olduğunuzu və ya pensiyaya təsir edə biləcək hər hansı bir dəyişikliyin baş vermədiyini təsdiq etmək deməkdir. Bu proses bir çox ölkələrdə həyatda olmanın təsdiqi kimi tanınır. Kim narahat olmalıdır? İlk növbədə rəqəmsal savadlılığı az olan, internetdən istifadə etməyən və ya smartfonu olmayan pensiyaçılar narahat olmalıdır. Təsəvvür edin ki, Bakının kəndlərindən birində yaşayan 78 yaşlı Nərgiz nənə var. Onun smartfonu yoxdur, internetlə arası yoxdur. Bank əməliyyatlarını da adətən nəvəsi edir. Nərgiz nənə pensiya fondunun elektron kabinetinə daxil olmaq və orada öz məlumatlarını təsdiqləmək üçün necə bir prosedurdan keçməlidir? Nərgiz nənə bu məlumatdan xəbərsiz qalsa, pensiyası dayandırıla bilər. Məhz belə insanlar, yəni texnologiyadan uzaq olanlar, əsasən də yaşlı və tək yaşayan insanlar bu məsələdə ən çox risk altındadılar. İkinci qrup narahat olmalı insanlar isə ünvan, telefon nömrəsi kimi şəxsi məlumatları dəyişmiş, lakin bu barədə pensiya fonduna məlumat verməmiş şəxslərdir. Ola bilər ki, siz əvvəlki ünvanınızda yaşayırsınız, amma telefon nömrənizi dəyişmisiniz və ya poçt qutunuzu nəzarətdə saxlamırsınız. Fondun sizə göndərə biləcəyi hər hansı bir bildiriş sizin əlinizə çatmayacaq və siz bu kritik məlumatdan xəbərsiz qalacaqsınız. Məsələn, 72 yaşlı Əli dayı 2 il əvvəl şəhərdəki mənzilini satıb kəndə köçüb. Yeni ünvanını fondun məlumat bazasına daxil etməyib. Nəticədə fondun göndərdiyi hər hansı bir kağız bildirişi Əli dayının əlinə çatmayacaq və o, rəqəmsal təsdiqləmənin zəruriliyindən xəbərsiz qalacaq. Əli dayının hər ay aldığı 450 manat pensiyası birdən-birə kəsilə bilər. Bu, onun üçün böyük bir zərbə olacaq. Çünki bu pul onun yeganə gəlir mənbəyidir və kənddə yaşayır, orada bank filialları da azdır. Əli dayının pensiyasının bərpası üçün xeyli sənədləşmə işləri görməsi və vaxt itirməsi lazım gələcək. Üçüncü qrup isə müəyyən səbəblərdən ölkədən kənarda yaşayan, lakin pensiyasını Azərbaycandan alan şəxslərdir. Onlar üçün bu təsdiqləmə prosesi daha da çətinləşə bilər. Çünki onlar fondun lokal xidmətlərindən birbaşa istifadə edə bilməyəcəklər. Məsələn, 85 yaşlı Zeynəb xanım uzun illərdir ki, qızı ilə birgə Almaniyada yaşayır və pensiyasını Azərbaycandakı bank hesabına alır. O, internetdən istifadə edə bilmir, Azərbaycan dilində rəsmi sənədləşmə işlərində çətinlik çəkir. Zeynəb xanım üçün bu rəqəmsal təsdiqləmə prosesi böyük bir problemə çevrilə bilər. Qızı kömək etməyə çalışsa da, bəzi prosedurlar onun üçün də aydın olmaya bilər. Pensiyası məsələn 380 manatdır. Bu məbləğ Almaniyada çox böyük olmasa da, Zeynəb xanımın bəzi şəxsi xərcləri üçün vacibdir. Pensiyasının kəsilməsi onun psixoloji vəziyyətinə də mənfi təsir edə bilər. Kim narahat olmamalıdır? Rəqəmsal savadlılığı yüksək olan, internetdən, elektron hökumət xidmətlərindən aktiv şəkildə istifadə edən pensiyaçılar o qədər də narahat olmamalıdırlar. Əgər siz daim e-sosial portalına daxil olur, elektron imzadan asan imza, mobil imza istifadə edir, bank tətbiqləri ilə tanışsınızsa, o zaman bu proses sizin üçün çətin olmayacaq. Məsələn, 65 yaşlı Fidan xanım təqaüdə çıxsa da aktiv internet istifadəçisidir. O, sosial şəbəkələrdən istifadə edir, bank əməliyyatlarını telefon vasitəsilə həyata keçirir. Fidan xanım pensiya fondunun elektron kabinetinə daxil olmaq və lazımi təsdiqləməni etmək üçün heç bir çətinlik çəkməyəcək. O, ehtimal ki, fonddan gələn bildirişləri də elektron poçtla və ya mobil tətbiq vasitəsilə alacaq və dərhal reaksiya verəcək. Onun üçün pensiyasının davamlılığı təmin edilmiş olacaq. Lakin hətta bu qrupdakı pensiyaçılar da diqqətli olmalıdırlar. Rəqəmsal dünyada fırıldaqçılar da çaxdır. Fondan gəlmiş kimi görünən saxta mesajlara aldanmayın. Hər hansı bir şübhəli linkə daxil olmayın. Şəxsi məlumatlarınızı, bank kartı nömrəsi, parol və s. heç kimə bildirməyin. Hətta fondun adından olsa belə, sizdən SMS vasitəsilə kod istənilərsə, çox diqqətli olun. Fond heç vaxt sizdən bu cür məlumatları SMS vasitəsilə istəməz.
Bu cür halların qarşısını almaq üçün yalnız rəsmi mənbələrə etibar edin və bir qədər sonra daha ətraflı danışacağımız addımları atın. Əsas hissə 2. Qaydalara istisnalar, tələlər və qeyri-aşkar nüanslar. Hər bir yeni sistemin özünə məxsus nüansları və bəzən gözlənilməz tərəfləri olur. Bu, rəqəmsal təsdiqləmə prosesi də istisna deyil. Qaydalara istisnalar. Bəzi xüsusi kateqoriyalardan olan pensiyaçılar üçün bu proses bir qədər fərqli ola bilər. Məsələn, ağır xəstəliyi olan, yataq xəstəsi olan və ya hərəkət məhdudiyyəti səbəbindən heç bir formada rəqəmsal platformalardan istifadə edə bilməyən şəxslər üçün xüsusi mexanizmlər nəzərdə tutulur. Bu cür şəxslər adətən səhiyyə müəssisələrində qeydiyyatda olurlar və ya sosial xidmətlər tərəfindən nəzarətdə saxlanılırlar. Onlar üçün, məsələn, sosial işçilər tərəfindən evdə ziyarət aparılaraq şəxsiyyətin vəziyyətinin təsdiqlənməsi, yaxud vəkalətnamə əsasında etibarlı bir şəxs tərəfindən təsdiqlənmə prosesi həyata keçirilə bilər. Lakin bu, avtomatik olaraq baş vermir. Bu barədə pensiya fonduna məlumat verilməli və müvafiq sənədlər təqdim edilməlidir. Məsələn, 88 yaşlı Həcər nənə iflic keçirib və yataq xəstəsidir. Onun nə telefonu, nə də interneti var. Həcər nənənin oğlu bu vəziyyəti pensiya fonduna bildirərək onun üçün xüsusi bir təsdiqləmə prosedurunun tətbiq edilməsini xahiş etməlidir. Fondan gələn sosial işçi nənəni ziyarət edərək onun həyatda olduğunu təsdiqləyə bilər. Lakin bu prosedurun işə düşməsi üçün aktiv addım atmaq lazımdır. Tələlər və fırıldaqçılıq. Yeni rəqəmsal xidmətlər həmişə fırıldaqçıların da diqqətini çəkir. Artıq pensiya fondunun adından pensiyaçılara saxta SMS və ya elektron məktublar göndərildiyi halları ilə rastlaşmaq olar. Bu mesajlarda güya pensiyanızın artırılması üçün, yaxud yeni təsdiqləmə üçün bank kartınızın nömrəsi, PIN kodu, CVV nömrəsi və ya digər şəxsi məlumatlarınız istənilə bilər. Unutmayın, pensiya fondu heç vaxt sizdən bu cür məxfi məlumatları telefonla, SMS-lə və ya elektron məktubla soruşmaz. Əgər sizə belə bir mesaj gəlsə, onu dərhal silin və heç bir halda cavab verməyin. Fırıldaqçılar sizin məlumatlarınızı ələ keçirib bank hesabınızdan pul oğurlaya bilərlər. Digər bir təli isə yalancı kömək təklifləridir. Bəzi şəxslər pensiyaçılara yaxınlaşaraq, güya onların adından təsdiqləmə prosesini həyata keçirəcəklərini, bunun müqabilində isə müəyyən məbləğdə pul tələb edəcəklərini deyə bilərlər. Bu cür şəxslərə inanmayın və onlara şəxsiyyət vəsiqənizi, bank kartınızı və ya digər sənədlərinizi verməyin. Bu, çox təhlükəlidir və ciddi problemlərə yol aça bilər. Yalnız etibar etdiyiniz yaxın qohumlarınıza və ya fondun rəsmi nümayəndələrinə müraciət edin. Qeyri-aşkar nüanslar. 1. Qeydiyyatda olan telefon nömrəsi və elektron poçt ünvanı. Pensiya fondunun bazasında qeydiyyatda olan telefon nömrənizin və elektron poçt ünvanınızın aktuallığı son dərəcə vacibdir. Çünki fond bu kanallar vasitəsilə sizə bildirişlər göndərə, təsdiqləmə üçün kodlar yollaya bilər. Əgər nömrəniz dəyişibsə və ya siz artıq o elektron poçt ünvanını istifadə etmirsinizsə, dərhal fondla əlaqə saxlayıb bu məlumatları yeniləyin. Məsələn, 68 yaşlı Elxan müəllim illər əvvəl fondda qeydiyyatdan keçərkən köhnə bir telefon nömrəsi vermişdi. İndi o nömrə artıq işləmir. Fond Elxan müəllimə yeni təsdiqləmə proseduru ilə bağlı SMS göndərəndə mesaj ona çatmayacaq. Elxan müəllim xəbərsiz qalacaq və pensiyası risk altında olacaq. 2. Ailə üzvlərinin rolu. Bir çox pensiyaçı üçün rəqəmsal platformalarla işləmək çətin ola bilər. Bu halda övladlarınızın, nəvələrinizin və ya etibar etdiyiniz digər ailə üzvlərinin köməyindən istifadə etməkdən çəkinməyin. Lakin onlara da yalnız zəruri məlumatları verin və prosesin necə getdiyini diqqətlə izləyin. Onlardan pensiya fondunun rəsmi saytına daxil olmaqda, sizin adınızdan təsdiqləməni həyata keçirməkdə sizə kömək etmələrini xahiş edə bilərsiniz. Məsələn, 75 yaşlı Xalidə xanımın smartfonu var, amma ondan yalnız danışıq üçün istifadə edir. Onun oğlu bank tətbiqlərindən yaxşı baş çıxarır. Xalidə xanım oğlundan xahiş edə bilər ki, onun adından elektron kabinetə daxil olub lazımi təsdiqləməni etsin.
Oğul isə ana adından elektron imza və ya mobil imza ilə daxil olaraq bu prosesi asanlıqla yerinə yetirə bilər. 3. Müəyyən edilmiş son tarixlər. Pensiya fondu bu təsdiqləmə prosesi üçün müəyyən son tarixləri elan edə bilər. Bu tarixləri qaçırmaq pensiyanızın dayandırılmasına səbəb ola bilər. Bu tarixlər barədə fondun rəsmi saytında, kütləvi informasiya vasitələrində və ya bildirişlər vasitəsilə məlumat veriləcək. Bu məlumatları diqqətlə izləmək vacibdir. 4. Hüquqi əsaslar. Bu dəyişikliklər adətən müvafiq hüquqi aktlara, məsələn, Nazirlər Kabinetinin qərarına və ya pensiya fondunun daxili qaydalarına əsaslanır. Bu cür sənədlər fondun niyə bu addımları atdığını və hansı səlahiyyətlərə malik olduğunu izah edir. Bu, sadəcə fondun istəyi deyil, dövlət səviyyəsində qəbul edilmiş bir tələbdir. Bütün bu nüansları nəzərə almaqla siz pensiya ödənişlərinizin davamlılığını təmin edə və gələcəkdə yarana biləcək hər hansı bir problemi əvvəlcədən qarşısını ala bilərsiniz. Praktiki məsləhətlər. Tamaşaçı nə etməlidir? İndi isə keçək ən vacib hissəyə və siz konkret olaraq nə etməlisiniz? Hansı addımları atmalısınız ki, bu vəziyyətdən zərərsiz çıxasınız və pensiyanızın kəsilməsi riski ilə üzləşməyəsiniz? Addım 1. Rəsmi məlumat mənbələrini yoxlayın. Ən birinci və ən vacib addım pensiya fondunun rəsmi məlumat mənbələrini, yəni saytını, rəsmi sosial media səhifələrini, əgər varsa, və ya dövlət televiziyasını izləməkdir. Bu kanallarda pensiya fondu bu yeni tələblər barədə ən dolğun və dəqiq məlumatı yerləşdirəcək. Heç bir halda şayələrə, qeyri-rəsmi xəbərlərə və ya naməlum mənbələrdən gələn mesajlara inanmayın. Fondun rəsmi saytı esosial.tas, esosial portalı. Bu saytda elektron xidmətlər bölməsinə daxil olaraq pensiyaçılar üçün nəzərdə tutulmuş xidmətləri nəzərdən keçirə bilərsiniz. Addım 2. Öz rəqəmsal savadlılıq səviyyənizi müəyyənləşdirin. Dürüst olun. Siz internetdən sərbəst istifadə edirsinizmi? Smartfonunuzda tətbiqləri işlədə bilirsinizmi? Elektron poçtunuz varmı və ondan istifadə edirsinizmi? Əgər bu suallara cavabınız bir mənalı bəli deyilsə, o zaman növbəti addımlara keçməlisiniz. Özünüzü tanıyın və bacarıqlarınızı qiymətləndirin. Addım 3. Elektron imzanız, asan imza, mobil imza varsa, dərhal fondun saytına daxil olmağa çalışın. Əgər siz asan imza və ya mobil imza sahibisinizsə, o zaman e-sosial portalına daxil olmaq sizin üçün çox asan olacaq. Bu xidmətlər vasitəsilə siz şəxsiyyətinizi təsdiqləyib, öz elektron kabinetinizə daxil ola bilərsiniz. Elektron kabinetinizdə sizinlə bağlı bütün məlumatlar, pensiya məbləği, stajınız, bank rekvizitləriniz və s. əks olunacaq. Orada həm də pensiyaçılar üçün nəzərdə tutulmuş yeni təsdiqləmə funksiyasını görməlisiniz. Bu funksiyadan istifadə edərək lazımi təsdiqləməni həyata keçirin. Proses adətən sadə olur. Təsdiqlə düyməsinə basmaq və ya müəyyən bir məlumatı yeniləyib saxlamaq. Addım 4. Əgər elektron imzanız yoxdursa və ya internetlə çətinlik çəkirsinizsə, etibarlı bir şəxsdən kömək istəyin. Bu, sizin övladınız, nəvəniz, qardaşınız, bacınız və ya tamamilə etibar etdiyiniz bir şəxs ola bilər. Onlardan xahiş edin ki, sizə bu prosesdə kömək etsinlər. Onlar sizin adınızdan e-sosial portalına daxil olub, məlumatlarınızı təsdiqləyə bilərlər. Lakin qeyd edim ki, bu şəxs sizinlə birlikdə olmalı və sizin nəzarətiniz altında hərəkət etməlidir. Heç vaxt öz şəxsiyyət vəsiqənizin nüsxəsini, bank kartınızın məlumatlarını və ya elektron imzanızın kodlarını heç kimə tək başına verməyin. Köməkçi şəxs sizin şəxsiyyət vəsiqəniz vasitəsilə və ya sizin mobil nömrənizə gələn SMS kodu ilə giriş edə bilər. Addım 5. Lazımi sənədləri toplayın və hazırlayın. Bu proses üçün sizə şəxsiyyət vəsiqəniz, həm əsli, həm də mümkün halda nüsxəsi, pensiya şəhadətnaməniz, bank hesabınızın rekvizitləri, kartınız və ya hesab nömrəniz lazım ola bilər. Əgər siz fondun filialına getməyi planlaşdırırsınızsa, bu sənədlərin hamısı yanınızda olsun. Həmçinin ünvanınız, telefon nömrəniz və elektron poçtunuz barədə ən son məlumatları da yoxlayın. Addım 6. Problemlərlə qarşılaşsanız nə etməli?
Əgər siz elektron kabinetinizə daxil ola bilmirsinizsə, təsdiqləmə prosesi zamanı xəta baş verirsə və ya ümumiyyətlə nə etməli olduğunuzu bilmirsinizsə, aşağıdakı addımları atın. A. Pensiya fondunun çağrı mərkəzi ilə əlaqə saxlayın. Adətən fondun rəsmi saytında və ya dövlət qurumlarının portallarında əlaqə nömrələri göstərilir. Zəng edin və vəziyyətinizi izah edin. Onlar sizə konkret təlimatlar verəcəklər. Pensiya fondunun yerli xidmət mərkəzlərindən birinə şəxsən müraciət edin. Özünüzlə bütün lazımi sənədləri götürün. Oradakı əməkdaşlar sizə birbaşa kömək edəcəklər. Onlar sizin məlumatlarınızı yoxlayacaq, lazımi təsdiqləməni fondun bazasında edəcək və ya sizə hər hansı bir formada bələdçilik edəcəklər. Qeyd edim ki, yerli xidmət mərkəzinə getməzdən əvvəl internetdən və ya çağrı mərkəzindən növbə tutmaq və ya hansı saatlarda fəaliyyət göstərdikləri barədə məlumat almaq məsləhətdir. Bəzən böyük növbələr ola bilər. Bu səbəbdən öncədən hazırlıqlı olmaq vacibdir. Addım 7. Xüsusi hallar üçün yataq xəstələri, əlilliyi olanlar. Sorğu edin. Əgər siz yataq xəstəsinizsə, əlilliyi olan şəxsinizsə və ya fondun filialına getməyə imkanınız yoxdursa, mütləq şəkildə çağrı mərkəzi vasitəsilə və ya etibar etdiyiniz bir şəxs vasitəsilə fondla əlaqə saxlayın. Sizin üçün hansı xüsusi təsdiqləmə prosedurlarının nəzərdə tutulduğunu öyrənin. Bəzən sosial işçilərin evə gəlməsi və ya vəkalətnamə əsasında başqa bir şəxsin sizin adınızdan işləri həll etməsi mümkün olur. Bu məlumatı əvvəlcədən dəqiqləşdirin ki, vaxt itirməyəsiniz. Unutmayın, bu proses sizin pensiyanızın davamlılığı üçün həyati əhəmiyyət kəsb edir. Tənbəllik etməyin, bu məsələni sonraya saxlamayın. Bu mesajı eşitdiyiniz anda lazımi addımları atın. Nəticə və son çağırış. Beləliklə, dəyərli dostlar və hörmətli pensiyaçılar, bugünkü videomuzun əsas mesajı aydın oldu. Pensiya fondu pensiyaçıların rəqəmsal təsdiqləmə prosesinə keçir və bu, hər bir pensiyaçıdan aktiv iştirak tələb edir. Bu tələbi yerinə yetirməmək pensiya ödənişlərinizin müvəqqəti dayandırılmasına səbəb ola bilər. Biz əvvəlki sistemi, yeni dəyişikliklərin mahiyyətini, kimlərin narahat olmalı olduğunu, kimlərin daha az risk altında olduğunu, istisnaları, fırıldaqçılıq tələlərini və qeyri-aşkar nüansları ətraflı şəkildə müzakirə etdik. Həmçinin sizə konkret, addım-addım praktiki məsləhətlər verdim ki, bu prosesdən uğurla keçəsiniz. Bu məlumatı diqqətlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Məqsədimiz olur ki, heç bir pensiyaçı bu vacib məlumatdan kənarda qalmasın və pensiyasında hər hansı bir problem yaşamasın. Əmin olun ki, pensiya fondu bu dəyişiklikləri sizin xeyrinizə, sistemin daha şəffaf və effektiv işləməsi üçün edir. İndi isə sizdən bir xahişim var. Bu video haqqında fikirlərinizi, suallarınızı və ya bu proseslə bağlı təcrübələrinizi şərhlər bölməsində yazın. Sizin suallarınız başqa pensiyaçılara da kömək edə bilər. Bu videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın ki, gələcəkdə də bu kimi vacib və faydalı məlumatları sizə çatdırmağa davam edə bilim. Özünüzə yaxşı baxın və pensiyanız hər zaman vaxtında və tam ödənsin. Sağ olun, salamat qalın.